isə kök altından Çıxmayan, çıxmayan, çıxa bilməyən. sonsuz dövrü olan, Aha. Kök sabit altından bir çıxmayan. elektrondur. Yəni bunun da birinci lüğətinə baxaq uşaqlar. Deməli, lüğəti, yəni vokabulary, lüğət. Real number nə deməkdir uşaqlar? Real number həqiqi ədəd deməkdir. Göndərəcəm də sizə inşallah lüğətdə. Sonra rational number nə deməkdir? Bildiyimiz kimi rasional ədəd, irrational number irrasional ədəd, integer tam ədəd belə yazılır. Tam ədəd. Bu şəkildə yazılır. Whole number natural tam ədəd, fraction kəsir, decimal onluq kəsir, repeating decimal təkrarlanan onluq kəsir, terminating decimal sonlanan onluq kəsir, square root kvadrat kök, perfect square tam kvadrat, estimate təxmini hesablamaq deməkdir uşaqlar. Sonra arrange sıralamaq, increasing order artan sıra, decreasing order azalan sıra, approximate value təxmini qiymət deməkdir. Number line-da uşaqlar ədəd oxuduq. Bizim bu günlərin deyəcəyimiz əsas qaydalardan bir, yəni lüğətlər bunlar olacaq inşallah. Əsas bizə lazım olan lüğətlər bunlar. Sonra real number, yəni dediyimiz kimi həqiqi ədədlər. All numbers that can be placed on a number line are called real numbers. Biz number line nə demək uşaqlar dedik? Nə dedik ki number line haqqında? Nə dedik? Nədir number line? Ədəd oxu. Ay, sağ ol. Number line ədəd oxudur. Bəli. Ədəd oxu. Biz bu ədədlər ki, hansı ki, hamısını göstəririk bu ədəd oxu üzərində. Göstərdiyimiz bu ədədlərin hamısı həqiqi ədədlər oldu. Və uşaqlar, həqiqi ədədlər iki yerə bölünür. So, real numbers are divided into two groups. İki qrupa bölünür, iki yerə bölünür. Rational numbers, bir də irrational numbers. Rasional və irrasional ədədlər. Okay? Aha. Rasional ədədlər nə deməkdir dedik? Dedik, irrational number is any number that can be written as, for example, A over B. Yes. When A and B are integers, B və dedik ki, nə demək rasional ədədlər? Dedik, rasional ədədlər odur ki, onlar A bölünsün bir şəklində göstərilə bilir. Yəni, B kimi göstərilə bilir. Burada A və B tam ədədlərdir. B isə sıfırdan nədir burada? Fərqlidir. Nümunələr, məsələn, desək, məsələn, 4/1, bu rasional ədəddir. -5/3, bu rasional ədəddir və s. və ilaxır. Düzdür? Bütün bunlar rasional ədədlərdir. Uşaqlar, rasional ədədlər həmişə kəsr kimi göstərilə bilir. Və yaxud da bunu deyəsən hansınızsa dediniz bu cümləni. Düzdür, kəsr kimi göstərilə bildiyini. Düzdürmü? Deməli, bütün rasional ədədləri uşaqlar biz kəsr kimi göstərə bilirik. Yəni, məsələn, -5/3, 4/1 kəsr kimi göstərə bilirəmsə, bu nədir? Artıq dedik biz. Bu dedik, artıq rasional ədədlərdir. Yəni, a rational number can always be written as a fraction. It may be an integer, terminating decimal or repeating decimal. If you can express the number as a ratio of two integers, it is rational. Yəni, dediyim kimi, bütün rasional ədədlər kəsr kimi göstərilə bilər. Bu tam ədəd ola bilər, adi kəsr ola bilər, onluq kəsr ola bilər, təkrarlanan kəsr ola bilər. Yəni, təkrarlanan rəqəm, təkrarlanan onluq. Bunları haqqında da danışacağım sizə ola bilər. Və keçək deyək nədir? İrrasional ədədlər. İrrasional ədədlər uşaqlar kəsr kimi göstərilə bilmir. Yəni, əgər biz bu ədədi kəsr kimi göstərə bilməyəcəksə, biz buna deyəcək irrasional ədədlər. Və biz bunu Azərbaycanca belə öyrənirik ən çox. Biz deyirik ki, dövrü olmayan sonsuz dövrü olmaq kəsir. Bax, məsələn, təkrarlanan kəsirlər deyilən bəyək, bu əslində dövr eləyən kəsirlərdən gedir də söhbət. Məsələn, deyirəm ki, 0-dan dövrdə 3, düzdür uşaqlar? Burada bu 3 nədir? Dövr eləyir, düzdür? Bu necə olar? Bunun 9-da 3 kimi yazırıq və yaxud da 3-də 1. Bu deməli nədir? Kəsr kimi göstərə bildik. Deməli, bu nədir uşaqlar? Deməli, bu nədir? Rasional ədəddir, düzdür?
Fikrimi ifadə edə bildim sizə. Ancaq irrasional ədədlərin dövrü yoxdur və onları kəsr kimi yaza bilmərik. So its decimal expansion never ends and never repeats. For example, kök altda 2, kök altda 3, kök altda 10, sonra y ədədi, p ədədi. Uşaqlar, y ədədi, p ədədi irrasionaldır. Y ilə p niyə irrasionaldır? Çünki y ilə p niyə irrasionaldır? Çünki onların dövrü yoxdur. Məsələn, y-nin təqribi qiyməti belə gedir. Y-nin təqribi qiyməti 2 tam, %71, nə bilim 8. Nə ədədlər dövr edir? Yəni ədədlər belə gedir, amma dövr edən bir ədəd yoxdur da orada. Başa düşdünüz necə? Orada dövr edən bir ədəd yoxdur. P-nin də təqribi qiyməti 3 tam %14-dür. P-nin təqribi qiyməti nədir? 3 tam %14. Anladıq uşaqlar? Bəli. Sonra burada misallarda ədədlərin yenə də deyirəm, kvadratları var. Ədədlərin kvadratları haqqında nə deyəcək biz? Perfect squares nə dedik? Uşaqlar keçən dəfə demişdim. Perfect squares nə deməkdir? Qaydaları oxumusunuz? Tam kvadrat kök. Bəli. Qaydalara, lüğətə, göndərilən materiala baxmısınız uşaqlar? Bəli. Hər kəs baxıb. Uşaqlar, baxın, sizin üçün xeyir. Baxın. Sizin üçün xeyirdir. Aha. Yəni, kifayət qədər də yaxşı riyazi bazalı məlumatlar göndərəm ki, sizə dəstək olsun. Təbii ki, bu bir ay ərzində əlimizdə nə gələcəksə o qədərini. Aha. Deməli, perfect squares'dan dedik ki, biz a perfect square is a number obtained by multiplying an integer by itself. Example, for example, 1 square, 1 equals, so 1 square, yes. 4 equals 2 square. For example, 16 equals 4 square, yes, and so on. Yəni, tam kvadrat deməkdir, bəli. Perfect squares tam kvadratlar deməkdir. Yəni, bu da burada bizə lazım olacağı üçün dedim bir yadımıza salaq. Oldu? So, if the number inside the square root is a perfect square, the answer is an integer, which is a rational number. If it is not a perfect square, the square root is usually rational. So, məsələn desəm ki, kökün altında 16, bunu demək istirdim mən bəğəngəsə dediyim cümlədə. Burada kök altında 16-da bu nə deməkdir? 4-ün kvadratı, 4-ün kvadratından 4 çıxır. Bir də var deyirəm kök altında 10. Bu 10 heç nəyin tam kvadratı deyil, heç nəyin perfect square deyil deyə. Bundan kök çıxmır. Bunu biz kəsir şəklində də göstərə bilmirik. Bu halda yuxarıda bu dediyimiz ədəd bu olur rational. Bu aşağıda bu dediyimiz ədədsə bu olur nə? Rational number. Oldu uşaqlar? Anladıq uşaqlar? Bəli. Aha. Biz nə vaxt onları müqayisə ediriksə, müqayisə edəndə də biz onların nəyin tapırıq? Təxmini, təqribi qiymətlərini tapırıq. Təxmini, təqribi qiymət nə deməkdir bayaq dedim? Approximate values. Təxmini qiymətlər approximate values. Təxmini qiymət approximate value. Compare nə deməkdir? Müqayisə etmək. Oldu? Oldu. Bəli. Aha. Simplifaylar haqqında da keçən dəfə danışmışdım. Ona görə deyirəm ki, gəlin başlayaq misallara. Misalların üzərində gedək. Aha. Deməli, the first question. The first question nədir uşaqlar? Gəlin baxaq. Oxuyaq. Kim istəyirsə olar, oxu. Buyurun. Which of the following shows the numbers arranged in increasing order? Deyir ki, hansı sıra rəqəmlərin artma sırası ilə göstərir? Demək, burada olacaq Sırası düzdür. Əvvəldən bilirdin, yoxsa göndərdiyim qaydalardan oxuyub öyrənmişsən bunu? Sözləri. Bəli.
Yox, xeyr, bunlar tam da riyazi sözlər deyillər də, yəni ümumi ingilis dili bazası olan bilər. Məncə də, yəni. Bəli. Aha, başlayaq. Aha, demək burada -3.3 -5-dən böyükdür. Ona görə də C variantı olacaq. Mənfidən başlayırıq. Mənfi -5 kök yoxdur. C-dəki -4.3 -5-dən böyükdür deyirsən. bəli, böyükdür. Niyəsini də deyə bilərsən? Çünki -3.3 demək, əgər orada 3.4 olsaydı 2 olardı. -3.3 o deməkdir ki, -1 tam neçə və -1 tam da -5-dən böyükdür. Demək, burada hansı variant dedin sən olacaq? D. Option D. Biraz da diqqətlə bax. C deyil. Hə, C, C. Hə, düzdür? Bəli. Aha, düzdür. Deməli, uşaqlar, buranın lüğətini bir dəfə də təkrarlayaq, üstündən gedək. Deməli, increasing order artan sıra deməkdir, arrange düzmək deməkdir, compare müqayisə etmək deməkdir. Ki, burada nəyə görə mən bu lüğəti deyirəm sizə? Çünki orada deyir ki, increasing order bildiyinizdə artan sıra deməkdir. Arrange yazıblar orada, arrange increasing order, yəni artan sırayla düzmək. Və mənim bu digər dediyim sözlər də nədir? Məsələn, dedim sizə compare. Compare sözü burada deyəcəksiniz, amma tərcümədə yoxdur. Niyə deyirsiniz? Çünki siz burada deyirsiniz, siz buradakı bu ədədləri bunun daxilində compare edirsiniz, müqayisə edirsiniz, düzdür? Value qiymət dəyərdə estimate təxmini hesablamaqdır ki, siz burada təxmini hesablayacaqsınız. Sonra burada köklər var, o kökləri belə oxuyacaqsınız, square root. Sonra mənfi ədədləri belə oxuyacaqsınız, negative number, müsbətləri positive number. Ən kiçik ədədi tapanda deyəcəksiniz smallest, ən böyük ədədi tapanda deyəcəksiniz largest. Oldu uşaqlar? Bəli. So, və qızın dediyi cavab, adın nədir qızım? Nərgiz. Nərgiz qızımızın dediyi cavab doğrudur. The correct option is C. Bəs nəyə görə C-dir? Bir dəfə də tez-tez baxaq. Biz burada birinci nə etməliyik burada? Let's estimate every number. Gəlin, nə edəcəyik? Bunların təxmini hesablayaq bütün numberları. Orada negative 5, elə negative 5-dir. Orada hesablamalı heç bir şey yoxdur. Orada negative square root 3 var uşaqlar. Bunun approximately nəyi tapırıq burada? Approximate valuesunu tapırıq. Yəni təxmini dəyərini, düzdür? Bunun approximate valuesu sonra nə? Təxmini 1,7, düzdür? Bunu bu şəkildə yazdıq. Sonra daha sonra hansı gəlir orada? Sonra var orada ədəd 3/2. Düzdür? 3/2-ni necə taparıq uşaqlar? 3/2-nin təxmini qiyməti nə qədərdir? 3/2-nin təxmini qiyməti 0,67-dir. 0,6-dır. Bu şəkildə yaza bilərik. Sonra kök altı 10. Kök altı 10 da, ondan da kiçik kökdən çıxan təxmini ədəd 3,16 bu tipli bir ədəddir. Yəni, biz bunları bu şəkildə yazdıqdan sonra, təbii ki, bizim mənfi ədədlərimiz həmişə ən kiçik olur. Həmişə biz bilirik ki, İstənilən mənfi ədəd, istənilən müsbət ədəddən nədir? Kiçikdir, düzdür? And bunu bu şəkildə baxıb düzəndə, the more negative number is, the smallest it is. Həmişə, yəni, yadınızda saxlayın bunu. Yaxşı bu dediyim bu qaydanı. And bunları bu şəkildə baxıb hamısını düzsək, görürük ki, this order exactly match choice C. Niyə? -5-in modulu müsbət 5. Müsbət 5 əslində hamısından böyükdür, amma müsbət 5 hamısından böyük olanda, onun qarşısında mənfi qatanda mənfi olur, düzdür? Sonra mənfi kök altı 4, sonra 3/2 kök altı 10 və 4. Next question 2. İzah eləyim. Eyni adam olmasın, fərqli. Nərgiz yenə deyən sözü. Yox, mən dedim Rəfiqə. Hə, Rəfiqə, buyur qızım, sən buyur. Let's start. 11 minus 2 multiplied by, in parentheses, 2 minus 0.8 square plus 24 divided by minus 4 gives us 11 minus 2 multiplied by, in parentheses, 2 minus 0.64 plus 24 divided by minus 4
first we are doing the inside of parentheses. 2 minus 0.64 gives us 1.36. Then we are going to multiply it by 2. It gives us 2.72. And there's a dividing process. 24 divided by minus 4 gives us minus 6. Then we are going to do the last part. 11 minus 2.72 minus 6 gives us 2.28. So, deməli, always follow the order of operations. Həmişə əməliyyat ardıcılığını uşaqlar nə edəcəyik, izləyəcəyik demək istəyirəm. Bunun üçün də siz remember eləyəcəksiniz PEMDAS-ı. PEMDAS. Mötərizə nə oldu ingiliscə qızım? Parantez. Yes. Exponent nədir burada? Qüvvət. Multiplication and division, vurma və bölmə. Addition, subtraction desək toplama çıxma. Sonra evaluate hesablama, exponent qüvvət, qüvvətini tapmaq. Order of operations əməliyyatların ardıcılığı ki, bu order of operations'ı niyə deyirəm mən uşaqlar? Çünki biz burada əməliyyatlar ardıcılığına riayət etməliyik. Dedik multiply, divide, subtract, bunları bildiniz, desimalda onluq kəsirdir. So. Let's solve the expression one step at a time. First, calculate the exponent. Birinci biz nə etməliyik uşaqlar dediyimiz kimi, sən də elədin, düzdür, rəfiqə 0.8-in kvadratını tapmalıyıq. Deyir ki, first, calculate the exponent. Birinci qüvvəti tapmalıyıq. 0.8-in kvadratı uşaqlar 0.8 vur 0.8 oldu. 0.64 first. First. And now substituted yerinə qoyduq. Yəni, bunda necə eləyəcəyik onda? Ondan sonra daha sonra uşaqlar 2-dən çıxacaq 0.64 kvadratı. 2 bu ifadə. Düzdür? Sonra üçüncü. Üçüncünü 2-ni vurdu rəfiqə. Bu aldığımız cavaba. Düzdür rəfiqə? Bəli. 2-ni vurdu. Mən orasını qaçırtdım. Sonrasını deyəndə artıq gördüm ki, həqiqətən vurmuşsan. 2-ni vurdum 1 tam %36-ya. Bu da oldu nə qədər? 2 tam %72. Və bu necə oxunur ingilis dildə uşaqlar? Necə oxunur rəfiqə? 2.72. 2.72. 2.72. Sonra bunu bu şəkildə tapdıq. And next biz divide edəcəyik. Bu 3 oldu. Next we divide. Next divide. Nəyə böləcəyik uşaqlar onda? 24-ü 24-u divide edəcəyik negative 4-a. Düzdür? Negative 4-a. Və biz nə alacağıq? Which equals negative 6. Yes. Sonra nə etdik rəfiqə? Sonra ifadəni yazdım. 11 çıx 2 tam %72 çıx 6. Onda 11 çıx 72 olaraq yazdım. O da %28 verdi. Vəssalam. Neçədən 1 tam %28? 2 tam %28. 2 tam %28. Düzdür. 2 tam %28. 2.28. Təşəkkür edirəm qızım. Qəşəng. And the correct option is B. Uşaqlar başa düşdünüz? Neysə qaranlıq qalanmaq olmadı. Yəni əsas diqqət edin. Bunları Azərbaycanca məncə bilirsiniz. Çox çətin mövzular deyil Azərbaycanca bunlar sizin üçün. So, question 3. Kim oxumaq istəyir, kim izah etmək istəyir, zəhmət olmasa desin. Kim izah etmək istəyir? Bu sualı yaza bilmədim. Yaza bilmədin. Mən də yaza bilmədim.
O kim idi qızlardan deyəni yaza bilmədim. Mən Rəfiqə. Aha, tamam. Tamam, yanına da bu sualı mənimlə bərabər baxaq. Nə deməkdir? Deyir ki, to the nearest cent, what is the value of bu ifadənin? Aha. Birinci nə edir uşaqlar? Bu sualın birinci nə olduğunu deyim sizə. This question involves compound interest. Bu sual mürəkkəb faiz üsuludur. Mürəkkəb faizin sualıdır. Yəni, burada görəcəyimiz əsas terminlər, işləyəcəyimiz əsas terminlər nədir? Düstura əsasını deyirəm ki, sizə final amount, son məbləğ, principal başlanğıc məbləğ, interest rate, faiz dərəcəsi, number of years, illərin sayı. Anladıq uşaqlar, bir daha deyirəm. This question involves compound interest. Bu, mürəkkəb faiz düsturu ilə hesablanan bir sualdır. Oldu. Və buradakı lüğətimiz bizim nədir? A final amount, son məbləğ, principal başlanğıc məbləğ, interest rate, faiz dərəcəsi, number of years, illərin sayı. The question asks for the difference between the two investments. Compound interest, uşaqlar, compound interest, mürəkkəb faiz deməkdir. Bir daha deyirəm, principal başlanğıc məbləğ, interest rate, faiz dərəcəsi, nearest cent qəpiyə qədər. Nearest cent yazıblar ya, orada uşaqlar şeydə, burada. Bax, nearest cent. Bunu yandıraq. Burada nearest cent qəpiyə qədər mənası verir. Difference bilirsiniz, fərqli investmentdə investisiya, powerda gücdür. Başlayaq. This problem compares two saving accounts. This problem compares two saving accounts. Bunlarda hansılardır? Biri budur, bax bu two saving account. Biri də budur. Anladınız uşaqlar? Both start with $500, but one grows at 4.5%, while the other grows at 4% for 8 years. Deyirəm ki, bunların ikisi də eyni məbləğlə başlayıblar. $500. Gördünüz uşaqlar, orada $500 gördünüz. Gördünüz, birində $500 vurulsun, bir üstə gəl, 0-dan, bində 45 üstü dərəcəsi 8, digərdə $500 vurulsun, bir üstə gəl, 0-dan %4 dərəcəsi 8. Bu nə deməkdir? Bu demək ki, bunların ikisi də $500 başlayıblar. Nə ediblər uşaqlar ikisi də? $500 başlayıblar. Okeydir bu sizə? Anladınız? Biri 4,5% artanda, digəri 4% artıbdır 8 il ərzində. Yəni, anladınız necəmi? Bu 8 ildə, orada, bu 8 ildə, bax, bu başında yazılan bu 8-dir. Oldu, bu da bizə 8 ili göstərir. Fikrimi ifadə edə bildim sizə? Bəli. Aha. So, the only difference is the interest rate. The account with the higher interest rate will grow a little faster each year because the interest is compounded. Və gəlin tapaq. First amount. So, evaluating both expressions and subtracting gives a difference of approximately the correct answer will be C, but how we can find it? Gəlin bax, indi buna baxaq. Deməli dedik ki, bizim first amount'umuz oldu. $500 vurulsun. Uşaqlar, bu 1 ilə 0,45-i toplayanda neçə olur? 1,45 üstündə də 8. Düzdür? Çünki orada gördüyünüz kimi 1 üstə gəl 0,45-in üstü 8-dir. Bu necə olacaqdır? Bu elə bir ki, bunun üstünün 8-i tapacaqsınız. Yəni, bu 8 dəfə öz-özünə vuranda nə edir? Onu tapacaqsınız. Sonra aldığınız cavabda vuracaqsınız $500. 500'ü vururam. Bax, bu cavaba 1,45 dəfə
Bunun cavabı eləyir təqribən 711 tam %24. İkincidə 500 vururam. Nəyə uşaqlar? 1 tam %4'ün üstü 8'e. Çünki bunu toplayanda bu 1 ilə 0 tam %4'ü toplayanda olur 1 tam %4'ü. Bunun da üstü 8 təxmini qiymətini tapıram. Vururam 500'ə. Cavabım olur təxminən nə qədər? 684 tam %47. Burada təxmin tapırıq bu arada qiyməti. Və bunların differensi əslində təxmini tapırıq. Yox. Çünki 1 tam %4'ün üstü 8 amma təxmin tapılır da yox. Təxmin tapmışıq. Bəli. Bunların arasındakı fərqi istəyir bizdən. Fərqi də deyəndə, yəni baxın bu ifadədən bu ifadəni çıxıram. Cavab edir 26 tam %77 dollar. Vəssalam. Bunu nə etdik? Tapdıq. Bir də sizə mürəkkəb və sadə faiz artımının düsturunu yazdıram mən uşaqlar. Böyük ehtimalı göndərərəm də sizin üçün rahat olsun deyə. Mürəkkəb faiz artımının düsturu belədir uşaqlar. S bərabərdir. S0 vurulsun. 1 plus P bölünsün 100 üstü M. Burada P'nin yerinə R də yazırlar adətən. Yəni bir fərqi yoxdur bunun. Yəni bu düsturu yadınızda saxlayın. Bu mürəkkəb faiz artımının düsturudur. Bu başlanğıc məbləğdir. Mən bayaq sizə dedim uşaqlar. Başlanğıc məbləğ, principal, düzdür? Bu başlanğıc məbləğin yerində gördünüz nə durmuşdu dedim sizə? 500 durmuşdu. Mən bu düsturu bildiyim üçün anladım ki, o nə deməkdir. Sonra, interest rate faiz dərəcəsidir. Yəni, burada bu faiz dərəcəsi bunu göstərir. Məsələn, 0 tam, 1000-də 45 nə deməkdir uşaqlar bu? 1000-də 45 deməkdir, düzdür? Bunu faizdən çevirəndə, bunu 100%-ə vursaq, əslində bunu belə deyim də, bu belə olubdur əslində. Bunun sürət və məxrəcini, bu 1000-də 45 faiz dərəcəsidir. Yəni, bax budur. Elə bir bizim yüzdə erimiz, uşaqlar, yüzdə erimiz 1000-də 45'dir. Kim ifadə edə bildim? Bəli. Aha, yəni bizim erimiz 4,5'dir. Yəni birincidə bizim artan dərəcəmiz olubdur nə qədər? Yəni interest rate, faiz dərəcəmiz daha doğrusu olacaq. Nə olacaqdır? Interest rate'imiz olub 4,5. Bu N dedik nədir? İllərdir. Gördüyünüz kimi orada da deyir ki, bizə 8 il ərzində. Bu üstündə göstərilən bu nə deməkdir uşaqlar? Bu illər deməkdir. Yəni bu nədir burada? 8'dir. Bu qeydləri aparsaq çox yaxşı olar. Deməli dediyimiz kimi başlanğıc məbləğ vurulsun. Bir üstə gəl. Faiz dərəcəsinin ümumi üstündə illər bərabər olur nəyə uşaqlar? Bizim son nəticəmizə. Son və nəticəmizə, yəni final amount. Final amount, yəni sonuncu məbləğimizə. Sonuncu məbləğ, yəni 500 vurulsun. Bir üstə gəl, 1000-də 45. Yəni faizlə götürəndə bu 4,5% artır. Eyni şəkildə digəri. Deməli, mürəkkəb faiz artımının düsturunu bir də yazsaq, uşaqlar, bir də yazıram. S bərabər dediyim kimi S0 vurulsun. Nəyə bərabərdir? Bir üstə gəl, R bölünsün. 100 üstü M. Dedik, bu S nədir uşaqlar? Final amount, son məbləğ. Bu S0 nədir? Principal, başlanğıc məbləğ. Və bu nədir burada? Bu R nədir burada? Interest rate, faiz dərəcəsi. Bu da nədir burada? Number of years, illərin sayı. Okeydir uşaqlar. İkincidə də bunu veriblər. Görürsünüz, çıxılsın, yenə də başlanğıc məbləği yenə də veriblər 500. Mən bayaq ona görə dedim ki, hər ikisində başlanğıc məbləğ eynidir. Çünki baxdım ki, hər ikisində S0-ın yerinə 5 qoyublar. Yəni başlanğıc sıfırdan qoyulan məbləğin yerinə. Burada nədir? Burada elə bir ki, yüzdə R, uşaqlar, sıfırdan %4'dür. Yəni, bunları bunu da %4 kimi yazsaq, nə görürük biz burada? Burada 4%. Yəni, ona görə mən bayaq dedim ki, biri 4, birinin faizi dərəcəsi 4%dir, digərinki 4,5%dir. Ən də illərin sayı 8 il. İkisində də eyni ildən sonra olan məbləğ istəyirlər. Fikrimi ifadə edə bildiniz uşaqlar? Anladınız nə danışdım? Bəli. Aha, bəli və biz gördük ki, burada bu nə deməkdir? Əslində S0 son 1 plus hər bölünsün 100'ün üstü M. Üstü. Bunu hesabladım, sonra bunu hesabladım, bir-birindən çıxdım.
Mən bu günlərin riyaziyyatda bir qayda öyrəndim uşaqlar. Bu da mürəkkəb faiz artımının düsturu. Orta məktəblərdə bunu keçirlər əslində. 7-ci sinifdə var. So, next question. Question, for example, question 4. Question 4. Who want to explain? Kim izah etmək istəyir? Uşaqlar, question 4. Kim izah etmək istəyir? Yoxdur izah etmək istəyən. Can I say it? Can I explain? May I? Adınız May da I? zəhmət olmasa? Yes. Adın nədir? Betul. What? Betul. Betul? Betul, Yeah. aha. That's not Betul. Okay. The question is like that. Which of the following is an irrational number? So, as we know that the rational number is like, we cannot write it as a fraction. So when we're looking at A, it's say like minus 1.2. So it comes like minus 20/10. So it is rational. So we cannot choose it. About B, it's like, it's literally say us like it's a fraction. So we are not going to choose it. It's literally fraction. About C, it's minus square of 16. So as you know that square of 16 is 4. So it will come like minus 4. Absolutely, it's irrational. What Yeah. you will say negative. What? Yeah, negative. Okay. And about D, it's like negative square of 10. So 10 is not cannot come like clean. It will come like 3 point something. So it never ends like and or repeats. So Approximately 3.16. Approximate value is 3.16. Yes. yes, 3.16. So it's not rational. Yeah, we will choose the D as a rational. We can show this number as a fraction. Yes. Yeah. Yes. So before solving this question, we must know the difference between rational numbers and rational numbers. So rational numbers can be written as a fraction, you said, but where B is not 0, I say. B Yeah, so- is not 0, yes. Yeah, true. Yəni uşaqlara demək ki, məxləslik ola bilməz və əgər biz rasionallıqdan danışıqsa, onu fraction kimi, kəsir kimi göstərə bilərik. Burada da baxıram ki, A-nı göstərə bilirəm, B-ni göstərə bilirəm. C onsuz da negative 4-dur, perfect square-dur orada 16. Ona görə də bizim cavabımız yalnız qalır nə? Yalnız qalır option D-yə, çünki onun tam qiyməti yoxdur. Approximate value tapdıq orada. Sən Azərbaycan bölməsində oxursan, qızım, İngilis bölməsində? Ya əslində belə Azərbaycan bölməsində oxuyuram, düzdür. Lakin ingilisini özüm öyrənmişəm də. Onsuz da hal-hazırda mən həmçinin ingilis dili müəlliməsinin olduğuna görə belə hal-hazırda universitet oxumuram. Sadəcə olaraq xarici hazırlaşıram mən. IELTS, SAT hamısı bir yerdə. Belə amma ingilisini də özüm öyrənmişəm. Hə, ingilis dilinin üzərində özün işləyirsən, xarici hazırlaşırsan. Hansı universitet? İtaliyaya, Spansiya. Evet. İtaliya asandır, daha rahat deyə düşünürəm. Belə, yəni təbii ki, hər universitetin də özünün tələbləri var. Söz yox. Hə. Macarıstan falan yəqin ki, düşünürsünüz, düzdür? Ola bilər bəlkə də, bəli. Hansı daha bunu sorayacağım təbii ki. Əslində indi mən deməzdim hamısı, elə hamısı çətindir. Hamısı da minimum IELTS 6.5, hətta əksəriyyətdə də 7.5 tələb olunur. Yəni belə. So question exercise 5. Can I? Yes, of course. Let's start. So it says which of following is a rational number, so we need to have a number out of the root. I think A would be it, since a lot of students confuse it with coming out with 0.4, but no. The
root of 0.4 is like 0.16, I think, not 1.6. Coming to b, out of the root of 49, I think it's 7, and coming to 64, I think it is 8. So 7 over 8, I think it is a rational number, but I'll check the others in case. I think C won't be it too, because 0.3 doesn't come out of the root of 0.9. Normally, the 0.09 comes out of the root. And coming to D, I don't think there's any number that comes out of 250. Let me remember. Not, it won't be 50. Sorry. It won't, Say and your I name, think, please. yeah, What? I think it's B, my final answer. Your final answer is B. I say, what's your name? Same. I say. So the final answer is B. Yes, your answer is correct. Same. Thank you. So option A, square root 1.6. 1.6 is not a perfect square. Uşaqlar çox vaxt bunu çaşdırırlar. İngiliscə tam başa düşməyənlər üçün Azərbaycanca da deyək. 1,6 ki var uşaqlar. Bu 1,6 heç nəyin kvadratı deyil. Bir də nəsə çox bilmişlik bir şey deyil. Vergüldən sonra, bax burada vergüldən sonra 2 dənə rəqəm görsəniz, məsələn 1,96. Bu 1,4-ün kvadratıdır. Başa düşdünüz necə? Yəni vergüldən sonra gördüyünüz rəqəmlər biz tam kvadratı tapa bilmək üçün tam kvadrat olsun deyə onluq kəsirlərdə. Vergüldən sonra gördüyünüz rəqəmlərin sayı cüt olmalıdır. Burada vergüldən sonra bir rəqəm görürsünüz, o təkdə sırası. Bunu avtomatik şəkildə siz bilməlisiniz ki, it is not a perfect square. Bildiniz necə uşaqlar? Bildiniz nə danışdım? So, əgər burada is not a perfect square, so it is a rational number. So, option A rational, option C, option D also rational, and you said the correct option B and option B is correct. So, take the square root of the numerator and denominator separately. So, square root 49. Over square root 64, it gives us 7 and it gives us 8. So this is a fraction, therefore it is a rational. Correct. Next question, question 6. Who want to explain? Can I? Again, Hüseyin. Well. Aha. Başqa bir namizədimiz olmasa səndən davam edəcək. Oldu? Uşaqlar, başqa izah etmək istəyən kimsə var burada? Exercise 6-i. So, Hüseyin, sən izah et. Okay. So it says in 3 plays, a football team loses 5 yards. So let's have a value of x, and let's say x minus 5 since we have lost 5 yards. And then we gain 32 yards. So we do x minus 5 and plus 32. And then it says we lost 10 yards again and we minus 10 yards again. Yes. And we do minus 27 minus 10, and we have total of 17 gains. Yes, your answer is correct. So, in the question-da bir dənə oxu zəhmət olmasa, bir dəfə diqqətlə oxu. Uşaqların beyninə həkk olunsun. Azərbaycanca yoxsa necə? Yox, ingiliscə oxu. In 3 plays, a football team loses 5 yards and then gains 32 yards by completing a pass. Then a penalty was called and the team lost 10 yards. How many yards does the team actually gain? Hüseyin, Azərbaycan bölməsində oxuyursan, ingilis bölməsində? Mən Azərbaycan bölməsində oxuyuram. İngilis dilin hansı səviyyədədir? İngilis dilin B2, B2 plus. B2-dur, hə? Pronunciation-ın qəşəngdir. Sağ olun. Hətta mənimkindən çox-çox daha yaxşıdır. Sağ olun. Mən Azərbaycan dilində çox səlis danışıram. Düşünmürəm ki, ingilis və rus dillərində
pronunciation elə əladır, elə olduğunu düşünmürəm. Düzdür, Amerikalılarla işləyirəm, hələ heç bir irad bildirməyiblər, amma məncə tam olaraq o deyil. Siz gənclər daha gözəl yetişirsiniz deyə düşünürəm. Sosun. Aha. Dəyməz oğlum, təbii ki, reallığı demək lazımdır. Aha. Deməli, uşaqlar, deməli Hüseynin oxuduğu sualın tərcüməsini deməyə ehtiyac varmı? Bir dənə düzünü deyin mənə. Xeyr, yoxdur mən. Hamı desin də. Burada məsələn bəziləri var ki, ingilis dilini tam şəkildə alır. Məsələn, Bətül özün qəşəng inkişaf elətdirib ingilis dilində, tam başa düşür. Rəfiqə sən özlərində işləyirsən. Amma burada başa düşməyənlər də ola bilər. Ləman, başa düşdün sən bunları qızım? Bu izaha. Bəli. Tamam, yəni nəsə başa düşmədiyiniz bir şey olsa deyin, normaldır. Mənim özüm də başa düşmədiyim nəsə olsa deyəcəm ki, bunu yenidən danışın. Okeymi? Aha. Deməli, burada bir dənə zəhmət olmasa şeylərə baxaq, o lüğətə baxaq. Nə qədər yaxşı bilsəz də lüğətdəki açar sözlər bizim üçün həm də niyə vacib Hüseyn? Gedib orada tematikanı tuta bilmək üçün, düzdür? Gain uşaqlar qazanmaqdır, lose itirməkdir. Positive number dediyimiz kimi müsbət ədəddir, negative number mənfi ədəddir, total yekundur, net gain xalis qazanc deməkdir. Net gain sözü işlədəcəksiniz, uşaqlar xalis qazancdır. Yəni ingilis dilini laf super də bilsəniz, bu sizə gedib riyaziyyatı əla yazacaqsınız anlamına gəlmir. Azərbaycanca da əla bilir, amma riyaziyyatı gedib yaza bilirikmi? 90% ölkədə hamının problemi riyaziyyatdır, düzdür? Yəni burada da həmçinin elədir. Yəni orada mütləq şəkildə o məntiqi açar sözlər var ki, onları tuta bilməlisiniz. So, burada bu indi həll edədiyimiz qayda listen, integer, problem, tam ədəd problemi idi. A gain means a positive number, qazanmaq müsbət ədəd kimi qəbul edirik. A loss means a negative number, biz orada çıxmalar yazdıq, qarşısına ədədin uşaqlar. O negativləri yazdıq, qarşısına negative number kimi qəbul etdik. O loss deməkdir, yəni itirəndə də negative number kimi götürürük, mənfi ədəd kimi. And simply add the positive and negative numbers together və deyirik ki, müsbət və mənfi ədədləri bir yerdə nə edirik? Yazırıq. In third place, a football team lost 5 yards. Deyir ki, 3 dənə oyunda futbol komandası 5 dənə xal itirib. Baxın, 5 dənə xal itiribdir. Heç bir XS-də ehtiyac yox idi Hüseyin. Prosta sən dedin deyə yazdıq. Başa düşdün necə? Əvvəlcədən bunun xalını bilmirik axı. Bunun əvvəlcədən xal olmuyor uşaqlar. 1-0 xal olub. Ona görə heç buna ehtiyac yoxdur yazmağa. Oldu uşaqlar. Birinci deyir ki, burada 5 dənə xal itiriblər. Sonra 32 dənə qazanıblar. Gain qazanmaqdır. Sonra nə ediblər? By completing a pass. Sonra elə bir ki, fasilələri falan olub, penaltıya gəlib və orada da nə ediblər? 10 dənə xal yenə itiriblər. 10 dənə xal Allah sözü gördüsə itiriblər. 10 dənə də itirdikdən sonra the final answer olubdu 17. Next. Yeddinci sual. Yeddinci sual necə yazarıq uşaqlar? Əvvəlcə verilən rəqəmlərini yerinə yerləşdirərik. Mən A, B-yə X deyərəm. Sonra da A ilə B-ni bir-birindən çıxaram, X-i taparam. Sonra da 2X. Bu sualı ingiliscə oxuyun dərindən. On the number line above, if BC equals to AB, what is the value of X? So, number line nə deməkdir uşaqlar? Ədəd oxu. Ədəd oxu. Represent nə deməkdir? Represent. Göstərmək. Göstərmək, təmsil etmək, göstərmək düzdür. Square root nədir? Tam kök, kvadrat kök. Yes. Approximate value nədir bəs? Burada istifadə edəcəyik. Təxmini cavab. Təxmini təqrib ədəddir. Bəli, təxmini dəyər, təxmini qiymət. Perfect square dedik nədir? Tam kvadrat, düzdür. Biz ingiliscə çox geniş yayılan sözlər arasında estimate, təxmini hesablamaq. Uşaqlar, estimate də təxmini hesablamaqdır. Location-dakı bilirəm ki, hamınız bilirsiniz. Location, местоположение, bu olur nə? Yer, mövqe. Oldu? Aha. İndi burada nə deyir burada bizə? Aha, kim izah eləyə bilər bir-bir? On the number line above, if BC 2AB, what's the value of X? Yes? Verməm. Aha, başlayaq, gözləyirəm cavablarınızı. Mən X-i
-2.5 aldım. Mən də. Mən Mhm. müsbət 1.3. Deyir ki, burada bizə BC, 2 dənə AB-dirsə. Onda 3 aldım. Bu nə demək? Nə dedin Hüseyn? 2.3 aldım o deyil. Mhm. The final answer is approximately 4.24. Aha. So, baxaq. Baxaq görək 3 tam nə qədər almışsınız? Baxaq görək doğrudurmu? Deyir ki, burada bizə BC 2 dənə AB-dir. AB nə deməkdir uşaqlar? Birinci nə edəcəksiniz burada? AB məsafəsini tapacaqsınız da. AB məsafəsini necə taparsınız? Mən 1,25-dən 0.4-ü çıxarıq. Daha doğrusu AB Toplayatın. məsafəsində B-dən çıxırıq da, düzdür? B-nin Bəli. koordinatı negativ 0.4-dur. Bundan çıxırıq negativ 1.25. So it gives us 0.85. belə verir. Bəli. Aha. So onda bu məsafə oldu nə qədər? So 0.85. Düz yazdım uşaqlar. Deyir BC-də burada 2 dənə AB-dir. Onda bu nədir uşaqlar? Onda bu BC məsafəsi də nədir onda? 1.7. 1.7. Düzdür uşaqlar, belə oldu. Yeah. Və 2 AB. Onda BC oldu 2 vurulsun 0'dan %85. 285'e vurdum 170,7. Deməli bu məsafə 1,7 oldu, düzdür? Onda bu məsafənin 1,7 olması nə deməkdir? Mənfi 0,4-dən ora qədər gəlib. Nə deməkdir? Yəni bu x nə olubdu ki? X nə olubdu ki? Ondan mənfi 0,4 gəlib olub 1,7. Fikrimi ifadə edə bildim? Bəli, 1,3 olacaq. Bəli. Aha. Və bunu da bu şəkildə nə edirik? Tapırıq. Anladınız uşaqlar? Bəli. Yes. Salam. Bu da belə bitirdik uşaqlar. Sizinlə işləmək xoş idi uşaqlar. Aktiv iştirak etməyiniz daha da xoşdur. Bugünkü dərsimiz bu qədər. Gələn dəfə sizlə bir dənə bir praktikal təskim eləyəcəm inşallah. Görək öyrəndiklərinizi necə cavab verirsiniz. Okeymi? Okay. Sağ olun mən. See you in the next lesson. Sağ olun Bye. müəllimə. Sağ See you. Sağ olun.